180 ailəyə, 180 ailənin 80 ailəsi bir həftə olar, 15 gün bundan. Təzə mənzilə köçüblər, 70 minlik mənzilə. Bizim köçənlərin otaqlarını dağıdıblar. Bina pis vəziyyətdədir, panellər uçub tökülür uşaqların başına. Bizi də gəlir buraya şikayət edəndə deyirlər ki, sizi kvartirdən çıxardacaq. Yerdə qalanlar bina söküb, tezdən bina verəcək. Biz 5 baş ailə ağır veşli adamlar kvartiran çıxıb bu yaş cəmaatı evə köçüblər bizi kvartiran. Bizə niyə başında edirlər hər şeyi? 180 ailəyə verilən torpağı mənimsəyiblər sahibkarlar. Onun 10 sotunu nəyini veriblər sahibkara? 80 ailəni köçürüb, təmir edib, təmirli evlə. Niyə görə bizi cəmaatı yerdə qalanlar bu küçələrdə qalmışıq? Bütün nazirlik, Baksevet bilmirik, Milli Məclis, hər yeri şikayət edir. Hamısı gedir, deyir ki, gedin orada nə təsdiqləyəcəklər, onu gedəcək. Bunlar da gəlir, bizim geri qaytarır, geri qaytarır. Nə qədər bu vəziyyətdə yaşayacaq, nə qədər bu şikayətə gələcək. Necə 80 nəfərə ev kim verib, bizim torpağımızı verib, gəlsin bizi də həmçinin eləsini köçürsün. Heç bir dəfə torpağımızı tələb edir. Yerdə qalanların qapısının pəncərəsini qırıb töküblər kərpişdən içəri. Tozun içində qalmışıq, başa düşürsünüz. Bizim tələbimiz odur ki, adam yaşamağa qorxur orada. Bir balaca talçıq olsa hamısı töküləcək. 80 nəfəri evlə təmin edib, biz də evlə təmin edəsin. Yox, elə ola bilər ki, qardaş. 96-95-ci gələnləri evlə təmin elədik. Biz qalmışıq ortalıqda, baxmırlar. Yox, qardaş, elə ola bilər ki, binanı yarısını köçürləsən, yarısını da evlərin uçurdasan, köçən evlərin. Qalanlar da qala tozun içində. Yuxarı təşkilatlardan xahiş edirəm, artıq dərəcədə xahiş edirəm. Bu cəmaatı eşitsinlər, bu cəmaatın dərdini şərik çəksinlər, qaçıb gizlənməsinlər. Vəzifələrdən su-istifadə edirlər, gizləniblər. Çıxın bu qədər millətə cavab versinlər. Niyə çıxmırlar ki? Cəmaatı. Niyə maraqlanırlar? Şəhərdən qalıblar. Polisiyonları qabağa, polisiya da bizi itələyir. Bir belə cəmaatın başına bir hadisə gəlsə, bunlar cavab verə biləcək. Polislər gətirib tökənə kimi özləri gəlsin. Niyə polislər gətirib?